Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Hal-hazırki mövzumuz 6-cı sinif texnologiya dərsliyindən 17-ci mövzudur, detalların lehimləmə ilə birləşdirilməsi. Gəlin baxaq görək bu mövzuda nə öyrənəcəyik. Baxın, detalların lehimləmə ilə birləşdirilməsi. Hansı detalları biz lehimlə birləşdirəcəyik? Nədir lehimləmə? Gəlin baxaq. Lehimləmə ərimiş lehimin köməyi ilə əsasən metalların qırılmaz əlaqəsinin əldə edilməsidir. Baxın, bu bir detal, bu da bir detal. Bunları lehimin vasitəsilə biz nə edirik? Birləşdiririk. Bəli, lehim vasitəsi birləşdirdik. Nə oldu? Qırılmaz əlaqə yaradıldı burada. Nəyin köməyi ilə? Ərimiş lehimin köməyi ilə. Hansı materiallarda? Taxtalardan mı söhbət gedir? Xeyr. Metallardan. Metalların qırılmaz əlaqəsinin əldə edilməsi prosesidir. Lehimləmə zamanı əsas materialla məmulatın birləşdiriləcək hissələri arasında boşluq doldurulur. Baxın. Bu bir detal. Bu da bir detal. Onların arasındakı boşluq doldurulur. Lehimləmə, maşın qayırma və cihaz qayırma, radioelektronika və qida sənayesində, məişətdə geniş istifadə olunur. Bəli, sual düşə bilər. Lehimləmə harda istifadə olunur? Geniş. Maşın qayırmada, cihaz qayırmada, radioelektronikada, qida sənayesində, məişətdə. Bir çox tikinti materiallarını da poladı, çuqunu, şüşəni, keramikanı, qrafiti və s. lehimləmək olar. Bəli, təkcə metalı lehimləyirik? Xeyr. Poladı, çuqunu, şüşəni, keramikanı, qrafiti və s. Bu zaman bizə müxtəlif növ lehimlər lazım olur və müxtəlif növ lehimləmə üsullarından istifadə edirik. Lehimləmə necə həyata keçirilir, müəllimlər? Gəlin baxaq. Lehimləmə əl və ya elektrik lehimləmə aləti ilə, bu bir, lehimləmə aləti ilə, ya əl ya da elektrik. İnfraqırmızı şüalarla, lazerlə yerinə yetirilir. Deməli, dedik ki, lehimləmə nədir? Lehimləmə qırılmaz əlaqənin əldə edilməsidir. Ərinmiş lehimin köməyi ilə qırılmaz əlaqə, metallarda qırılmaz əlaqənin əldə edilməsi idi. Bəs nə edirik lehimləmə zamanı? Lehimləmə zamanı boşluqları doldururuq. Bəs harda geniş istifadə olunur? Cihaz qayırma idi, radioelektronika idi, qida idi, maşın qayırma idi, məişət və s. Bəs hansı materialları lehimləmək olar? Qrafiti olar, keramikanı olar, şüşəni olar, çuqunu olar, poladı olar. Bəli, bu zaman bizə həm müxtəlif növ lehim, həm də lehimləmə üsulu lazım olacaq. Bəs lehimləmə necə həyata keçirilir, necə yerinə yetirilir? Bizə nə lazımdır? Lehimləmə aləti. Lehimləmə aləti əldə ola bilir, elektrik də ola bilir. İnfraqırmızı şüalar, lazerlər və s. yerinə yetirilir. Bəli, lehimləmə üçün alət budur, müəllimlər. Əsas vasitə, bax, bu lehimləmə alətidir. Hansı hissələrdən ibarətdir? İynə, vint, qızdırıcı. Bəli, iynəni vint vasitəsilə birləşdirdik. Qızdırıcının belə deyək də sayəsində lehim əriyir və istədiyimiz səthi birləşdirə bilirik. Sonra gövdə, dəstək, şnur, dəliklər, elektrik çəngəli. Yaxşı, gəlin görək nələri öyrəndik. Lehimləmə alətinin hissələri nələrdən ibarət idi?
Şunur. Hardadır şunur? Bəli. Bax burada. Dəliklər. Videonu dayandırıb göstərə bilərik. Dəliklər buradadır. İynə. İynə. Sonra qızdırıcı. Daha sonra dəstək. Dəstək. Gövdə. Gövdə ümumiyyətlə nədir? Bütün hər şey birləşir də ona. Vind. Elektrik çəngəli. Hə, demək olar ki, qalan olmadı. Təkrarladıq. Bəs müəllimlər, lehimləməni öyrəndik. Gəlin görək lehim nədir? Lehimləmə zamanı birləşdiriləcək səthlərdəki boşluğu doldurmaq üçün möhkəm tikiş əldə etmək məqsədi ilə istifadə olunan metal və ya ərintidir. Deməli, lehim ərintidir. Metal və ya ərintidir. Nə zaman bizə lazım olur? Lehimləmə zamanı. Bəs lehimləmə nə idi müəllimlər? Lehimləmə qırılmaz əlaqənin əldə edilməsi prosesi idi. Bəli, bu gördüklərimiz lehimləmə məqsədi ilə istifadə olunur. Metalları lehimləməyə başlamazdan əvvəl onların səthini flüslərin köməyi ilə təmizləmək lazımdır. Bəli, biz lehimləməyə başlamamışdan əvvəl nə edirik? Metalların səthini təmizləyirik. Bəs nə ilə? Flüsün köməyi ilə. Bəs flüs nədir müəllimlər? Lehimlənən səthləri çirklənmədən qorumaq üçün hazırlanmış kimyəvi maddələrdir. Deməli, çirklənmədən qoruyan kimyəvi maddədir flüs. Lehimləmə flüsləri sayəsində lehim birləşdiriləcək hissələrə daha yaxşı yapışır. Niyə? Çünki biz flüslə təmizləyirik və onun üzərində çirk, pas, yağ olmur. Məmulatın üzərində bax bu çirk, pas, yağ olmur. Və bir-birinə daha yaxşı yapışır. Lehimləmə işləri apararkən flüs olaraq kanifoldan istifadə olunur. Bəli, burada şəkildə verilib kanifol və kanifoldan istifadə olunur. Deməli, lehimləmə işləri apararkən flüs olaraq kanifoldan istifadə olunur. Flüs nə idi? Çirklənmədən qorumaq üçün kimyəvi maddə idi. Lehimlənəcək hissələrə tətbiq eləyirdik. Bəs kanifol nədir müəllimlər? Şam qatranının distilləsindən əldə edilən sarımtıl qəhvəyi rəngli qətran maddəsidir. Kanifoldan mis, laton, elektrik və radio avadanlıqlarının hissələri, məftilləri lehimləmək üçün istifadə olunur. Bəli, kanifoldan nə üçün istifadə olunur? Mis, laton, elektrik və radio avadanlıqlarının hissələri, məftilləri lehimləyirik. Yaxşı, bəs işə başlamazdan əvvəl nə etməliyik? Gəlin baxaq. İşə başlamazdan əvvəl iş yerini düzgün və səliqəli təşkil edirik. Bu, bütün emal texnologiya, emal qaydalarında verilib. İş yerini düzgün təşkil edirik. Lazımi alətləri, materialları hazırlayırıq. Lehimləməni harda həyata keçiririk? Altlıq taxta üzərində. Lehimlənəcək yer bütün artıq hissəciklərdən əsaslı surətdə təmizlənir. Nə ilə təmizlədik? Flüslər vasitəsilə. Bunu lehimlənəcək yer artıq hissələrdən təmizlənir. Çirk, pas, yağ və s. Kimyəvi maddə olaraq flüsdən istifadə edilir, amma belə isə yeyə və ya metal fırça ilə yerinə yetirə bilərik. Yeyə və metal fırça ilə. Deməli, lehimləmə aləti ilk öncə qızdırılır. Bir neçə saniyə kanifola batırılır. Deməli, birinci qızdırıldı, sonra kanifola batırıldı. Lehimləmə alətinin iynəsinin ucu ilə 1 və ya 2 damla lehim götürdük.
Deməli, qızdırdıq, kanifola batırdıq, lehim götürdük. 1-2 damla lehim götürdük. Lehimləmə alətinin iynəsinin ucu lehim təbəqəsi ilə örtülənə qədər kanifol parçası üzərində saxlanır. Deməli, nə edirik? İynənin ucu lehim təbəqəsi ilə örtülənə qədər kanifol parçasının üzərində saxlayırıq. Lehimləmə zamanı hansı səhvlər ola bilər və onun necə qarşısını ala bilərik? Gəlin baxaq. Lehimlənəcək hissələr pis təmizlənmiş və ya yağdan azad edilməmişdir. Bu cür birləşmələr möhkəm olmur. Axı biz dedik, möhkəmlik istəyiriksə, təmizləməliyik, flüslərlə təmizləməliyik. Odur ki, lehimləmə yerlərini əsaslı sürətdə təmizləmək və yağsızlaşdırmaq lazımdır. Lehimləmə aləti işə zəif hazırlanmışdır. Lehimləmə alətini yeyə ilə təkrar təmizləyin və onun iynəsini qalaylayın. Əgər iş zamanı belə deyək, zəif təsir göstərə bilirsə, o zaman nə edirik? Yeyə ilə təkrar təmizləyirik və iynəsini qalaylayırıq. Gəlin görək hansı təhlükəsizlik qaydaları var müəllimlər. Deməli, işə yararlı alətlərlə işləyin. Bütün dərslərdə demək olar ki, bizə nə lazım olur? Yararlı alətlər. İşə başlamazdan əvvəl şəbəkənin gərginliyini elektrik lehimləmə alətinin gərginliyinə uyğun olduğuna əmin oluruq. Bəli. İşin sonunda lehimləmə alətinin elektrik şəbəkəsindən ayrılmasına və onun xüsusi altlıq üzərində olmasına əmin oluruq. Şəbəkədən, belə lehimləmə alətini elektrik şəbəkəsindən ayırırıq və fikir veririk ki, xüsusi altlıq üzərindədir, yoxsa yox. Lehimləməni havalandırma ilə təchiz edilmiş iş yerində aparmalıyıq, havalandırma. Çünki biz işləyə-işləyə biraz tünd iyi belə deyək də olur və ona görə də nə edirik? Havalandırma ilə təchiz olunan iş yerində aparırıq. Qızmış lehimləmə aləti. Qızmış lehimləmə aləti və hissələri ilə ehtiyatlı davranmalıyıq. Çünki istiliyi bizim əlimizi yandıra bilər. Belə müəllimlər, bu da öz növbəsində maraqlı mövzuydu. Ümidvaram ki, dəstək göstərə bildim sizə.